Salam, hörmətli izləyicilərimiz. Bu günləri Salyanın mərkəzində Köhnə Notariusun yaxınlığında yeni həyət evimiz satışa çıxıb. Və satışa çıxan evin özəlliyi həyətinin daha geniş olmasındadır. Həyətin ümumi sahəsi 10 sota yaxındır, 9,5 sot. Belə bir geniş həyəti var. Həyətdə müxtəlif növ meyvə ağacları. Həyətinə baxırıq. Bax, belə bir geniş həyətə malikdir. Evin arxasında da müəyyən qədər sahə var. Boş sahə. Keçirik ön hissəyə. Bu tərəfə də evin həyətyanı sahəsinə aiddir. Həyətin girişindən sağda ayaq yolu, hamam, bir də əldamı mövcuddur. Girişin lap sağından başlayaraq girişin lap sağ hissəsində böyük hövzəsi olan su basenası mövcuddur. Qazı, suyu, işığı daimi. Keçirik içə. Evin içərisi ilə tanış oluruq. Və mənzilimizə daxil oluruq. Bu mənzilin Aynabənd hissəsidir. Aynabənddən düzünə belə bir mətbəx mövcuddur. Burada geniş zal mövcuddur. Və zaldan əlavə 3 dənə otaq mövcuddur evdə. Aynabənddən zaldan düzünə belə bir geniş otaq iri pəncərələrlə təmin olunmuş və hündür tavana malik otaqdır. Növbəti otaqlara giriş edirik. Növbəti otağımız bu da o bir otaq kimi geniş bir otaqdır. Yəni yataq otağı. Növbəti qonşu otağa giriş edirik. Yəqin uşaq otağı. Bəli, bu da bir uşaq otağıdır. Genişdir. Hörmətli izləyicimiz, evi təqdim elədik biz sizə. Ev ümumi həyətyanı sahəsi 10 sota yaxındır, 9,5. Ya yuxarıda qeyd elədim. Evi almaq arzusunda olanlar səhifədəki nömrələrimizdən əlaqə saxlayıb. Sənədlər də xüsusi mülkiyyətdir, Qubçadır. Çox sağ olun, təşəkkür edirəm.